Salam dostlar, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük Cavid Abzərli kanalında. Əziz dostlar, bugünkü mövzumuz qırqovul yumurtasının inkubasiyası haqqında olacaq. Yəni inkubatorumuza qırqovul yumurtası yığdıqda hansı proqram qurulmalıdır, o haqda sizə məlumat verəcəm. Deməli, qırqovul yumurtası ümumi 24-26 gün 24-26 gün yubana bilər. İnkişaf dövrü 21-22 gün keçir. Temperatur ilk günü qurulur 37-4. Nəmlik qurulur 65. Çıxmağına 2-3 gün qalmış, temperatur endirilir 37-1, nəmlik qaldırılır 80 və yaxud da 85-ə kimi. Bu isə bizim yeni təsərrüfat haqqında köməkçimizdir. Belə dostlar, mövzumuza qaydaq. Qırqovul yumurtası ümumilikdə 24-26 gün çəkə bilər. İnkişaf dövrü 21-22 gün keçir. 37-4 birinci gündən 21-ci günə kimi, 22-ci günə kimi proqram temperatur 37-4 qurulur, nəmli 65 qurulur, çıxmağına 2-3 gün qalmış, temperatur 37-1-ə endirilir, nəmlik 80-85-ə kimi qaldırıla bilər. Belə əziz dostlar, bu bizim qırqovul yumurtasının proqramı idi. Yenə təkrar edirəm, bu normal otaq şəraitinə və normal inkubatora aid məxsus olan proqram idi. Sizin inkubatorda və otaq şəraitinizdə hər hansısa bir nöqsan olarsa, o nöqsanı aşkar edib bu proqramdan artırıb azalda bilərsiniz. Son nəticədə bizə lazım olan odur ki, yumurtanın yanında temperatur 37-4 alınsın. Belə əziz dostlar, Allah amanında növbəti çəkilişlərə qədər. Çox sağ olun.